Daim siqaret çəkən insanlar ekrana yaxın əyləşin. Bugünkü mövzu məhz sizin üçündür. Əgər sən də öskürəkdən əziyyət çəkirsənsə, boğulman varsa, ciyərlərin doludursa, heç cürə bəlxəmi xaric edə bilmirsənsə, öskürəkdən bezimsənsə, sadəcə bir məhsul göstərəcəm. Bütün siqaret çəkən insanlar bu məhsuldan istifadə etməlidir. Çünki yeganə məhsuldur ki, bəlxəmi sürətli şəkildə xaric edir, öskürəyi dayandırır. Baxın, pulmonur sirop bütün aptek şəbəkələrində də var. Tam təbii tərkiblidir, qiyməti də münasibdir. Bütün siqaret çəkənlər daim bunu alıb istifadə etməlidir. Çünki yeganə məhsuldur ki, bəlğəmi mükəmməl şəkildə xaric edir. Bronxları təmizləyir, ciyərləri təmizləyir, qıcıqlanmanı sakitləşdirir. İstər quru olsun, istər bəlğəmli, istər boğucu olsun. Fərq etməz. İstərsə də göy öskürək, hətta deyərdim ki, elə siqaret çəkənlərimiz var ki, günə 3-4 baçka çəkir. Təsəvvür edin ki, onun ciyərləri bu dəqiqə, bronxları nə vəziyyətdədir. Bir xörək qaşı gündə 3 dəfə istifadə etməklə həm öskürəyinizi keçəcəksiniz, həm bəlğəminizi xaric etmiş olacaqsınız, həm ciyərlərinizi təmizləmiş olacaqsınız. Bir sözlə, tam təbii tərkibli pulmonur siropunu alırsınız, daim evinizdə olur. Bir balaca narahatçılıq gördüyünüz zaman artıq görürsünüz ki, öskürək sizi boğur, hətta gecələr belələri yata bilmirsiniz. Gündə 3 dəfə istifadə etməklə bu problemi aradan qaldıra bilərsiniz və təbii ki, mənə kömək vasitəsi kimi səhifəmə abunə olursunuz, ürəyi qızardırsınız və mütləq olaraq siqaret çəkən dostlarınızla bu videonu mütləq olaraq paylaşırsınız.